Herkese salam dostlar. Ben Eyla ve kanalıma hoş geldiniz. Bugün gün boyu Madrid'de olacaq, amma axşam hardasa saat 8'in yarısı falan qatar biletimiz vardı. Qatarla gidəcəyik Barcelona'ya. Ona görə bugün də buradayım. Hələ ki valizi bağladığım üçün bugünkü şeyə asamayacağım hələ indi. Axşam amma Barcelona'ya çıxandan sonra orada atacağım advent kalendarları. Ona görə onu videonun sonunda yəqin ki açacağım. Bugün yenə Madriddəyik. Görək bu dəfə hara gəzirik. Sən deməli 3 gündür eyni yeri gəzirik. Çünki bilmirəm başqa bir gəzməli yerini çox görmədim. Yenə araşdıracağam birazdan. Amma sadəcə istəyirik bagajı gedək, valizi yəni bir yerə qoyaq. Çünki indi check-out eləməliyik. Hər nəsə işte check-outumuzu eləyək. Gün boyu valizi yanımıza daşımaq istəmirik. Ona görə istəyirik gedək birinci bir dənə burada yerlər vardı, valiz qoya biləcəyimiz yerlər. Onlardan birində qoyaq. Rahat olaq. Prosta məndən baxdım 30 manat falandı bir günlük qalmağı. İndi görüm onların hansına qoyacağıq. Bir dənəsini tapmışam. O bizim gedəcəyimiz qatar yoluna da yaxındır. Yerdə 6 dəqiqəlik məsafədədir. İstəyirəm gedək ora qoyaq ki, qaydanı da qəşəng rahat qaydıq. Oradan valizimizi götürək, gedək şeyə, qatara minək. İndi gedək onu tapaq. Orada tapsam orası seçərəm. Əgər buraya gəlsəz, eləsəz, sizə bir fikir olar. Çünki valizimiz çox keçədir və yanımızda daşımaq çox çətin olacaqdır. Plus gün boyu. Demək olar ki, gün boyu bugün buradayıq da. Böyle. Tam o zaman şeyliyə çıxaq, valizi qoyaq, sonra yenidən açarım. Arkadaşlar, güzel yemeğini yeməyə gəldik. Yarısını bitirəndən sonra evdə yanma sadəcə video çəkmədim. Bunu mən ətdən yemək deyim, bilməm nə ətdir, amma ətsiz versiyasını yedim. Qəşəng yedim, tadı qəşəng. İndi bunu denəyəcəm. Bu da çay, bu da qəşəng çaydı. Evet arkadaşlar, oradan da çıxdıq. Tost yedik, bir dənə, bir də sandviç yedik. 16, bir də həmən çay içdim, Ezan da latte içdim. 16 euro tutdu. Avro. Yanına qalmıram, mən də euro deyirəm. Nəsə o işte, verdiyi bizim hansı o şişim var. Baha arasında baha olmalı. Bahadır. Amma o bir yerlərə baxmış, düşünün buraya ucuzdur. Bir də tosta şey var imiş. Sarımsaq tozluydu, nəydi o var idi. Yəni böyle ihtimal avokadonun içine qatıblar. Mənim də şeye alerjiyam var. Sarımsağa. İnşallah pis təsir eləməz mənə çox. Həmişə o yana qaytarmazad verir. Mədəm çox pis narahat olur. Daha olsa mədəm həzmələmir, alerjiyadır, amma mədəm həzmələmir sarımsağı. İndi gedirik. Burada bir dənə park kimi yer var, oranı gəzməyə. Ha, bu arada sumkanı da qoyduq. Valizimizi də ora. Baxın, hər yerdə şeydir. Valiz ölçüsünə görə qiymət pul alırlar. Bir günlük alırlar. 10 euro, 12 euro, 15 euro arasında dəyişir. Avro arasında dəyişir. Amma yəni qaydanda valizimizi tapmaya bilər yox. Böyle taparıq. 5 avro. 5 avrodur bura. Yəni valizin boyutundan falan asılı olmayaraq bir günlük 5 avrodur. Qoyduq oraya indi. Onu da adın buralara bir yere yazarım. Gəlsiz bura. Ora qoymaq yaxşı fikir, çünki o birlərdən daha ucuzdur. Bir də şeye yaxındır bizdə. Biz qatarla gedəcəyimiz üçün qatar stansiyasına çox yaxındır buradan. 4 ya 5 dəqiqə yerdə yoldur. Gələndə Cəfərdən valizimizi götürüb sonra qatara gedəcəyik yeməyə. Burada bir dənə bağ var. Park kimidir. Belə böyük bir parkdır. Oraya gəldik. Baxın, burada şey falan da var. Ördəklər üzür. Burada Ezan, overthink eləyir. O tərəfdə güzdən çox qəşəngdir və çox böyük bir parkdır. Ortada bir dənə bina var, gedib onu görməyə. Bir də orada şəlalə kimi yer var. Şəlalə yox da. Nədir onun adı? Qışqiyədə bir də. Bildiz də. Bildiz mi? O var. Biləcəyik o görmə, amma çox dinç. Belə dinç qalxdıq. Dinç belə. Dinç. Diş qalxdıq. Ona görə Ezan yoruldu. Mən yorulmam. Ezan yoruldu. İndi oturduk biraz dincələk. Sonra gedəcəyik ora. Amma bura çox qəşəngdir. Və hava da bugün qəşəngdir.
Bak uşaqlar burada oyuncaq oynamaq futbol yeri var. Yanında deyəsən basketbol yeri var. Onun yanında məndən tenis yeri var. Buralar böyle. Elazığ da her gördüğü kötükdə oturaq. Her yerde oturur. Ve buraya oturmağa gəldi. Ay arkadaşlar, hava çok çiçekli. Düzdür 10 dəqiqədən bir Elazığ bəy oturmaq istəyir. Hələ bəlkə yatdı. Amma Elazığ yatıb baxsı, yəqin evi işi yox da. Problem kiralık qoyub, nə yaxşı adam. Elə təmiz havadır. İyi yatdılar əslində burada. Bir də start-up eləyək. Bir də kravat qoyaq ortaya. Ton oturaq. Bir sayatını oxumur. Gezib gəldiyimiz yer. Ay ördükləri var. Ördük. Elazığ salam ne ördük. Salam ver ördüyə. Çok keçəkdir. Nələr deyirəm onlara bilmirəm. Mən qorxuram uşaqlar mənim. Mənim fobim. Aciləm oradan qabağını da çəkib var. Ora qabağıdır. Normalde oradan çəkməliyik. Geri çəkir. Yox, qorxuram mən. Mən qayıqda qorxuram tərs dönər. Düşərəm suya, boğularam. Allah hapistə. Yox, qorxuram mən. Sonra orada həyəcandan yıxılıb eləyərəm. Uşaqlar, burada balıq da var. Baxın, 2 tane balıq. Aa! Balıqlar. Baxın. Çok geçik görünüyor. Uşağım çok mutludur. Getirdim onu şeye bakmağa, çok mutlu olduğuna göre. Arkadaşlar burada çok çeşitliler var. Bu Elazığ ve burada da çılpaq kızlar var. Elazığ bakma, tamam mı? Şöyle burada çıxışıdır. Artıq çıxırıq buradan, gedirik başqa yerə. Səsim düşməyə bilər, səs yerimi tutmuşmuşum. Bayaqdan buralar gəzirik. Sonra bir də yanına düşdük. Video falan çəkmirəm. Burada daha sakit bir yerdir. Az adam var. Səs çox yoxdur. Neşə tatlı şeirlərdir. Bura məncə buranın bizim gənclikləri. Daha çox bizim səviyyədə turistlər çox getmirlər. Burada bir növ buranın gəncliyi kimdir. Neşək də bəyəndik. Gəldik. Hava da çox keçəkdir. Mən çıxartdım, isti oldu mənə. Tutkam isti oldu, çıxartdım. Şimdi buralar biraz gəzirik. Birazdan gedəcəyik yemək yeməyə. Sonra da gedəcəyik, bagajımızı götürək. Tulanaq, gedək Barcelona'ya. Barcelona'da şəhərsiz amma. Barcelona severim. Barcelona'da Əzmət Kəndirlə anlatacağım. Mən həmişə bax, neçə gün bilsən nə içmək istəyirəm mən? Nə? Bubble tea içmək istəyirəm. Xəyalın olar. Həmişə xəyalım o. Amma həmişə sən gecən kofe içməyə. Mən də sənin gərim. Sonra yadımdan çıxır bubble tea içmək. Bubble tea ziyanlı bir şeydir. İçmə bir şey deyil. Biz işte böyle gezelim. Sonra birazdan sarım yine. Bir sonra gedirdik. Hardayıq. Evet arkadaşlar. Bugünkü yemeğimiz çok teşekkür. Evim çok happy. Hemen yiyip kaçmalıyıq, qatarı yoxsa yubanacaq. Ona görə tez-tez ağzımız yanıyor. Evet, burada qalsın göstərim. Bu arada saçımın şeyinə baxmayın. Təzə qurutmuşum, şişibdir, düzələcək yəqin sərin sütləyəcəm. Deməli bugün neçədəyik? 8'deyik. 8'deyik değil mi? 8 saat oldu bəs. 8, baxdım. Gözümün qabağına görmür. 8 deməli buradadır. Oturayım. İndir biraz. Bu anlamadım nədir. Nədir?
şeysi var. Aa, özlemem. Ay Allah, bayağı başka şey istem olacağım bir şey. Bayağı şey video yapanda dedim ki buranın geçik küveti vardı. Dedim o toplar olur ya, atırsan küvetin içine böyle köpüklenir de renkli köpükler olur. Dedim onlardan bir tanesini aldım. Burada o köpüklerin elimde. Bir gün geç orada yattım. Ve şey çıktı. O şeyler atılan, küvetlere atılan şeyden. Ay çok güzel. Bunu işlerim ama yine de bir dersinde aldım. Evet. Çünkü buranın küvetini beğendim. Şengiydi. Bunu beğendim. İndi iki seçim aldım. 8 hardadır. Nerede? Ha, buradadır. Evet. Asıl. Aa, burada farklı bir şey çıktı. Kurbağa. Tanış geldin mesela bir yerden. Etrafında çok kurbağa var. Var. Çok güzel. Tamam. Burada birazdan deneyelim. Ya da onu deneyeyim. Merak ettim. Aa, buranın hariboları çok şəkil. Bizim hariboları çok yumuşaktı. Bunları ben çok sevdim. Daha geçtim. Haribo aldım ancak. Paris'ini almıştım. Paris'in çok haribo aldım. Şimdi çok yaşıyorum hariboları. Neyse bu kadar. Bugün bunları açtık. Oy boğazıma. Şimdi çay sizim. İleri böyle çalmışız. Uy. Bir dakika. Böyle yemek. Bunu yoxlayacağım. Çayla. Çok yorgunum. Hadi gecəniz xeyrə. Ya da gündüz baxırsınız o heç. Like atmağı, abone olmağı unutmayın. Ay Allah, saçım niye böyle pis gündeyim. Neyse boş ver. Hadi bye.